Salam, hər vaxtınız xeyirli olsun. Coğrafiya test toplusu suallara qaldığımız yerdən davam edirik. Sual 71. Doğru olmayan fikirləri seçin. 1. B və C məntəqələri arasında olan hündürlük fərqi A və C məntəqələri arasındakı hündürlük fərqindən azdır. Bu ifadə yanlış ifadədir. Niyə görə? Çünki A və C eyni horizontalın üzərində durduqları üçün mütləq hündürlükləri bərabərdir. Yəni A və C arasındakı hündürlük fərqi sıfırdır. B və C arasındakı hündürlük fərqi A və C arasındakı hündürlük fərqindən daha böyükdür. Yəni bir doğru ifadə deyil. 2. A və C məntəqələrində duran müşahidəçilər bir-birini görə bilmirlər. Baxırıq, hər ikisi də fərqli yamaclardır. Ona görə də bir-birlərini görə bilmirlər. Bu doğru ifadə olduğu üçün götürməyəcəyik. 3. A məntəqəsi verilmiş digər iki məntəqəyə nisbətən dəniz səviyyəsindən daha yüksəkdə yerləşir ifadəsi doğru deyil. Çünki bayaqda dedik, A və C-nin mütləq hündürlüyü bir-birinə bərabər olduğu üçün bu fikir yanlışdır. Ona görə biz 3-ü də götürürük. Doğru olmayan fikirdir. B məntəqəsi ilə A məntəqəsi arasındakı mütləq hündürlük fərqi 30 metrdir. Gəlin baxaq. Deməli, A C-yə bərabərdir. Onu yazaq. A bərabərdir C-yə. B məntəqəsi ilə A məntəqəsi arasında deyir. Mütləq hündürlük fərqi 30 metrdir. Bunun üçün biz kəsmə yüksəkliyi tapmalıyıq. Kəsmə yüksəkliyini necə tapacaq? Burada verilənlərə əsasən 150-dən 100-ü çıxacaq edəcək 50 və 50-ni də aradakı məsafələrin sayına bölməliyik. Gəlin sayaq görək. 1, 2, 3, 4, 5. 50-ni 5-ə böləndə edir 10, deməli kəsmə yüksəkliyimiz 10 metrdir. İndi biz B-nin mütləq hündürlüyünü tapa bilərik. B-nin mütləq hündürlüyü olacaq bura 100, bura 110, 120, 130. Onu da yazaq. B bərabərdir 130-a. A və C-ni də tapa bilərik. Deməli, bura 150-dirsə, C-də olacaq neçə? 160. Həmçinin A da C-yə bərabər olduğu üçün olacaq 160 metr. B-də oldu 130 metr. Aralarındakı hündürlük fərqi nə qədərdir? 30 metrdir. Deməli, 4 doğru ifadədir. Ona görə biz 4-ü götürmürük. 5. Kəsmə yüksəklik 5 metr. Buradan artıq bilirik ki, kəsmə yüksəklik 5 metr deyil, 10 metrdir. Ona görə biz 5-i də götürəcəyik. Doğru olmayan ifadədir. Sonra 6-ya baxırıq. Verilmiş məntəqə şimal mülayim qurşaqda yerləşərsə, il boyu günorta vaxtı günəş şüalarının düşmə bucağı B məntəqəsində A-dan çox olar. Bu doğru ifadədir. Çünki B yamacı cənuba tərəf meyillidir və buna görə də günəş şüaları daha çox düşəcək B yamacına. Niyə? Çünki günəş onun cənub tərəfində qaldığı üçün B-yə daha çox günəş şüaları düşəcək və dağın digər yamacında yerləşən A məntəqəsi şimala daha yaxın olduğu üçün ora daha az düşəcək günəş şüaları təbii ki. Yəni bu doğru ifadədir. Ona görə biz götürməyəcəyik altını. Deməli 1, 3, 5 bizim doğru cavablarımızdır. 71-in doğru cavabı oldu D variantı. Keçdik 72-ci suala. Məhəllin planına aid olmayan xüsusiyyəti seçin. A. Məhəllin planında mütləq və nisbi hündürlüyü təyin etmək mümkündür. Bəli, mümkündür. Bizdən aid olmayan xüsusiyyəti istəyir. B. Təhrisiz təsir olduğu üçün iki məntəqə arasındakı həqiqi məsafəni daha dəqiq hesablamaq mümkündür ifadəsi də həmçinin doğrudur. C. Dərəcə toru olmadığı üçün ərazinin dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Bəli, mümkün deyil. Planda çünki dərəcə toru yoxdur. D. D-yə baxırıq. Miqyasının kiçik olduğu üçün daha kiçik ərazilərin təsviri mümkündür. Bu səhv cavabdır. Çünki miqyas kiçik deyil, böyükdür. Yəni, bu doğru olmayan ifadədir. Ona görə cavab D variantı olacaq. Y-yə də baxaq. Üfüqün cəhətlərini təyin etmək və ərazinin sahəsini hesablamaq mümkündür. Bəli, mümkündür. Deməli, 72-nin doğru cavabı oldu D variantı. Sual 73-ə baxırıq. Xəritənin coğrafi əsasına görə aşağıdakılardan hansıları müəyyənləşdirmək mümkündür? 1. Relyef, bəli, bu coğrafi əsasa aiddir. Məsafə riyazi əsasdadır, miqyas riyazi əsasdadır, coğrafi koordinatlar riyazi əsasdadır.
Yaşayış məntəqələri coğrafi əsasa aiddir. Hidroqrafik şəbəkə də həmçinin coğrafi əsasdır. 1, 5, 6 doğru cavablardır. 73-ün doğru cavabı C variantıdır. Keçdik 74-cü suala. Plana aid olan xüsusiyyətləri seçin. 1. Kiçik miqyasda daha böyük ərazilərin təsvirində geniş istifadə edilir ifadəsi yanlışdır. Çünki böyük miqyasdadır və daha kiçik ərazilərin təsvirində istifadə olunur. 2. Ərazinin planlaşdırılmasında əhəmiyyətli rola malikdir. Bəli, bu doğrudur. 2-ni götürəcəyik. 3. Sual 74. Plana aid olan xüsusiyyətləri seçin. 1. Kiçik miqyasda daha böyük ərazilərin təsvirində geniş istifadə edilir. Bu yanlışdır, çünki böyük miqyasda olur plan. 2. Ərazinin planlaşdırılmasında əhəmiyyətli rola malikdir ifadəsi doğrudur. 2-ni götürürük. 3. Mühəndis qurğuların tikintisində və texniki layihələrin hazırlanmasında istifadə olunmur deyir. Olunur olacaqdı. Ona görə biz 3-ü götürmürük. 4. Faydalı qazıntıların çıxarılması zamanı xüsusi əhəmiyyət daşıyır ifadəsi doğru ifadədir. Bəli, 4-ü götürəcəyik. Nisbi hündürlüyü müəyyən etmək mümkündür. Bəli, mümkündür. 5-i də götürürük. Baş və xüsusi miqyasdan istifadə edilir ifadəsi plana aid deyil, xəritələrə aiddir. 6-nı götürmürük. Deməli, 2, 4, 5 bizim doğru cavablarımızdır. 74-ün doğru cavabı C variantıdır. Sual 75. Doğru fikirləri müəyyən edin. 1. Ərazinin meyliliyi çoxaldıqca vaqonların hərəkəti asanlaşır. Bu doğru deyil, əksinə çətinləşir olacaqdır. 2. Bataqlıqların yaranması üçün səthin hamar olması vacibdir ifadəsi doğru ifadədir. 2-ni götürəcəyik. 4. Daha doğrusu 3. Plan və xəritə tərtib edərkən relyefin təsvir edilməsinin əhəmiyyətli deyil. Relyefin təsvir edilməsi əhəmiyyətli deyil. Bu doğru fikir deyil. Çünki relyef təsvir olunur. 4. Plan və fiziki xəritələrdə izohipslərdən istifadə edilir ifadəsi doğrudur. 4-ü götürəcəyik. 5. Ərazidə terraslaşdırma əkinçiliyini inkişaf etdirmək üçün meyillilik 45 dərəcədən çox olmalıdır. Bu da yanlış ifadədir. Deməli, bizim doğru ifadələrimiz oldu 2 və 4. 75-in doğru cavabı A variantıdır. Keçdik 76-cı suala. Montblanc zirvəsinin 2 müxtəlif fiziki xəritədə təsvirində müxtəlif sayda izohipslərdən istifadə edilmişdir. Bunun səbəbi hansı variantda düzgün göstərilmişdir? A. Tektonik mənşəli dağ zirvəsi olması aidiyyatı yoxdur. B. Şimal və cənub yamaclarının meyilliklərinin müxtəlif olması da horizontallara təsir edə bilməz. C. Bir dəqiqə. Sayına təsir edə bilməz. Yoxsa bir-birlərinə yaxın yerləşə bilər, onu qeyd edim. Lakin sayına, bizə də deyir, müxtəlif sayda saya təsir etmir. Bu sadəcə horizontalların bir-birinə yaxın yerləşməsinə səbəb olar. Amma saya təsir etməyəcək. Onu vurğulayım. C. Xəritələrdə istifadə edilən proyeksiyaların müxtəlif olması da düzgün deyil. D. Xəritələrdə miqyas və kəsmə yüksəkliklərin fərqli olması. Bəli, xəritənin miqyası fərqli olduğu üçün və eyni zamanda kəsmə yüksəkliklərdə fərqli olduğu üçün müxtəlif sayda izohipslərdən istifadə olunur. D variantı doğru cavabdır. D-yə baxırıq, xəritələrdə hündürlüklərin fərqli olması yox, hündürlük fərqli deyil. Eyni dağ zirvəsi olduğu üçün hündürlük eynidir. Sadəcə təsvirində horizontalların sayı müxtəlif olur. Yəni 76-nın doğru cavabı D variantıdır. Keçdik 77-ci suala. Kəsmə yüksəkliyin 5 metr olduğunu nəzərə alaraq A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Deməli, biz baxırıq ki, burada çökəklik təsvir olunub, belgi ştrixlər daxilə yönəlib. B-ni də bilirik ki, B 5-dir. B 5-dirsə və kəsmə yüksəklik 5 metrdirsə, bu horizontal olacaq 10, bu horizontal 15, A-nın da mütləq hündürlüyü olacaq 20 metr. 77-nin doğru cavabı oldu B variantı 20 metr. Sual 78. Ətəyi dəniz səviyyəsində yerləşən mütləq hündürlüyü 255, yox 255 deyil, bizə də yaxşı baxım, 2550
metr olan dağın təsvirində 5 horizontaldan istifadə edilmişdir. Kəsmə yüksəklik aşağıdakılardan hansı ola bilər? Deməli, ətək dəniz səviyyəsində yerləşirsə, gəlin onu qeyd edək. Dəniz səviyyəsi bildiyimiz kimi 0 metrdir və mütləq hündürlük deyir 2550 metrdir. 5 horizontaldan istifadə edilib. Bu birinci horizontal, 2, 3, 4, bu da 5. 5 horizontaldan istifadə edilibsə, neçə dənə kəsmə yüksəklik var? 1, 2, 3, 4. Yəni kəsmə yüksəklik 4 olmalıdır. İndi gəlin baxaq görək aşağıdakılardan hansılar ola bilər? 4-ü baxaq görək 400 ola bilərmi? 400-ü 4-ə vuranda neçə edir? 1600 metr edir. Lakin bizim dağın hündürlüyü 2550 metrdir. Deməli, bu ola bilməz. Çünki hələ biz, əgər kəsmə yüksəklik 400 olsaydı, biz daha çox horizontal çəkməli idik. Çünki dağımızın hündürlüyü 2550 metrdir. Gəlin 500-ü yoxlayaq. 500-ü vuraq 4-ə, eləyir 2000 metr. Yenə ola bilməz. Çünki 2550 olduğu üçün bu da ola bilməz. 600-ə baxaq. 600-ü 4-ə vuranda edəcək 2400 metr və bizim dağımızın mütləq hündürlüyü də 2550 metrdir. Deməli, elə cavab bu olacaq. C variantı doğru cavabdır. Kəsmə yüksəkliyi 600 ola bilər. 700 ola bilməz, çünki 700 olanda 2800 metr edir. Yəni, dağın mütləq hündürlüyünü keçir. Ona görə ola bilməz. 800 də həmçinin yüksək rəqəm olduğu üçün ola bilməz. Deməli, 78-in doğru cavabı C variantıdır. Keçdik 79-cu suala. Kəsmə yüksəkliyin 50 metr olduğunu nəzərə alaraq doğru fikri müəyyən edin. A. A məntəqəsinin mütləq hündürlüyü B və C məntəqələrindən yüksəkdir. Baxaq, deməli, C-dən yüksəkdir. Bəli, çünki C 3-cü horizontalın üzərindədir. A 5-ci horizontaldan da hündürdür. Amma B-dən yüksək ola bilməz. Çünki baxırıq, A dedik 5-ci horizontaldan da daha yüksəkdir. B isə görə neçə horizontalı keçir. 3, 6-dan da yüksək olduğu üçün bu səhv fikirdir. Yəni, A doğru cavab deyil. B. Təpənin cənubi-qərbi cənubuna nisbətən daha çox meyillidir. Cənub-qərb buradır. Baxırıq ki, yox, daha az meyillidir cənuba nisbətən. Cənub daha çox meyillidir. Baxın, bir-birinə yaxın yerləşib. Burada isə horizontallar bir-birinə daha uzaq yerləşib. Yəni, meyillilik cənuba nəzərən azdır. Deməli, B də doğru cavab deyil. C-yə baxırıq. B nöqtəsinin nisbi hündürlüyü mütləq hündürlüyünə bərabərdir. Bu ola bilməz. Çünki ətək dəniz səviyyəsində deyil. Ətək dəniz səviyyəsində deyil. Bunu necə tapdıq? Bura 150-dir. C 150-dirsə, kəsmə yüksəkliyi 50 olduğu üçün bura olacaq 100, bura olacaq 50. Deməli, dağın ətəyi 50 metr mütləq hündürlüyündədir. Yəni, dəniz səviyyəsində deyil. Ona görə bu fikir doğru deyil. Əgər dəniz səviyyəsində olsaydı dağın ətəyi, bəli, nisbi hündürlük mütləq hündürlüyə bərabər ola bilərdi. Lakin ətək 50 metr hündürlükdə yerləşdiyi üçün bu fikir doğru olmur. D. A məntəqəsinin səthi axınları C məntəqəsinə istiqamətlənə bilər. Bəli, A məntəqəsi daha hündürdə yerləşdiyi üçün C-yə doğru istiqamətlənə bilər sular. Deməli, D bizim doğru cavabımızdır. Y-yə də baxaq. C və B məntəqəsinin mütləq hündürlüyü A məntəqəsindən çoxdur ifadəsi də təbii ki, yanlışdır. Çünki B ən hündürdə dayanıb. Deməli, 79-un doğru cavabı oldu D variantı. Keçdik 80-ci suala. Eyni xəritədə təsvir edilən horizontallara görə dağ zirvələrini müqayisə edin. Eyni xəritədə təsvir edilibsə, mütləq hündürlüyü daha çox olan daha çox horizontallarla təsvir ediləcək təbii ki. Bunun üçün biz dağların mütləq hündürlüklərini bilməliyik. Deməli, Kilimancaronun mütləq hündürlüyü 5895 metrdir. Tuqqal Atlas dağlarının ən yüksək zirvəsidir, 4165 metr. Bəli, Kilimanjaro Tuqqaldan böyükdür. Çoqori isə Qaraqorumdur. 8000 Qaraqorum dağının yüksək zirvəsidir və hündürlüyü 8611 metrdir. Yəni, bunlar Çoqoridən kiçik ola bilməz. Ona görə A variantı doğru cavab deyil. B-yə baxırıq. Denali, köhnə adı ilə desək, Makkinli
Deməli, 6194 metrdir mütləq hündürlük. Tubqal 4165 metrdir. Yəni denali tubqaldan kiçik ola bilməz. Ona görə B variantı da doğru cavab deyil. C-yə baxırıq. Kostyuşko Everestdən kiçik ola bilməz. Ona görə də C variantı da doğru cavab deyil. Everest bildiyimiz kimi ən yüksək zirvədir. 8848 metr. D-yə baxırıq. Şahdağ. Şahdağ 4243 metr. Mont Blanc 4807 metr. Elbrus isə bildiyimiz kimi Qafqaz dağlarının ən yüksək zirvəsidir. 5642 metrdir. Deməli, D variantı doğru cavabdır. Müqayisə doğrudur. Şahdağ kiçikdir Mont Blancdan, Mont Blanc da kiçikdir. Elbrus zirvəsindən 80-in doğru cavabı D variantıdır. Y-yə baxaq. Y-də də təbii ki, Bazardüzü Ağrı Dağ 5137 metrdir. Bazardüzü 4466. Burada Mont Blanc variantı pozur. Çünki Mont Blanc 4807-dir. Yəni Ağrı Dağdan daha kiçik olduğu üçün Y variantı da doğru cavab deyil. Deməli 80-in doğru cavabı oldu D variantı. Keçdik 81-ci suala. Məntəqələrin mütləq hündürlüyünü müqayisə edin. Baxaq, görək. Bu A neçənci horizontaldan yuxarıda baxaq. 1, 2, 3, 4, 5. 5-dən də hündürdür. B isə ən hündür olacaq. 1, 2, 3, 4, 5, 6. Bəli. Deməli, ən böyüyü B-dir. Yazaq. B böyükdür. Ondan sonra A gəlir. Sonra C və D bir-birinə bərabərdir. Baxın, eyni horizontalın üzərindədir. Deməli, böyükdür C-dən, o da bərabərdir. C də D-yə bərabərdir. Y isə onlardan daha aşağıda durub, ikinci horizontalın üzərindədir. Böyükdür Y-dən. Yəni, bu olmalıdır. Baxaq variantlara indi görək. Baxın, 81-də B doğru cavabdır. B böyükdür A-dan, bizdə də elə idi. Deməli, B böyükdür A-dan, A böyükdür C-dən, C bərabər D-yə, o da böyükdür Y-dən. Deməli, 81-in doğru cavabı oldu B variantı. Keçdik 82-ci suala. Doğru fikri müəyyən edin. Kiçik və orta miqyaslı xəritələrdə kəsmə yüksəklik sabit olur ifadəsi yanlışdır. Çünki sabit olmaya bilər. B. Planda binaların hündürlüyünü müəyyən etmək mümkündür. Xeyr, biz binaların hündürlüyünü müəyyən edə bilmərik planda. C. Horizontallar arasında məsafə çox olduqda meyillilik çox olur ifadəsi təbii ki, yanlışdır. Əksinə meyillilik az olur. D. Okeanın dibi batiqrafik, qurunun relyefi isə hipsometrik şkalaya əsasən rənglənir ifadəsi doğru ifadə olduğu üçün götürürük. Yəni 82-nin doğru cavabı D variantıdır. E-yə də baxaq. Planda nisbi və mütləq hündürlük nivellərlə təyin edilir ifadəsi yanlışdır. Deməli 82-nin doğru cavabı D variantıdır. Keçdik bu bölmənin sonuncu sualına, 83-cü suala. Doğru olan fikri müəyyən edin istəyir bizə. Gəlin baxaq. B məntəqəsinin mütləq hündürlüyü C və A məntəqələrindən çoxdur. Deməli, A yerləşir 3, 4, 5, 5-ci horizontaldan da yuxarıda yerləşir. B-yə baxaq. B yerləşir 1-ci, 2-ci, 3-cü horizontal. 3-cü horizontaldan sonra bizə dəqiqə. Biz diqqətlə baxsaq, burada belqişdiriklər daxilə doğru yönəlib. Ona görə bura artıq çökəklikdir. Yəni B A-dan hündür ola bilməz. B A-dan daha çökəkdə dayanıb. Ona görə bu ifadə doğru ifadə deyil. Yəni B məntəqəsi hündürlüyü C və A-dan çox ola bilməz. Çünki çökəklikdədir diqqətlə baxsaq. B-yə baxırıq. C məntəqəsinin yerləşdiyi yamaz ən çox meyilliliyə malikdir ifadəsi yanlışdır. Çünki burada baxırıq ki, horizontallar bir-birindən uzaqdadır. C, A və B məntəqələrinin mütləq hündürlüyü C-dən çoxdur. Bunu bayaq da dedik, B C-dən çox deyil. Çünki B çökəkdə yerləşib. D. C məntəqəsinin mütləq hündürlüyü A və B məntəqəsindən çoxdur. Bu da yanlışdır, çünki ən böyük olan A-dır.
A məntəqəsinin mütləq hündürlüyü digərlərindən böyükdür. Y-yə baxırıq. A və C məntəqələrin mütləq hündürlüyü B-dən çoxdur. Bəli, bu ifadə artıq doğru ifadədir. Çünki B çökəkdə yerləşib. Deməli, 83-ün doğru cavabı Y variantı oldu. Bu bölməni də bitirdik sizinlə. Deməli, gələn dəfədən biz işləyəcəyik xəritə və qlobus mövzusunun suallarını. Artıq biz sizinlə 3 bölməni bitirmişik. Coğrafi biliklərin inkişafı, miqyas, üfüqün cəhətləri, azimut, horizontallar. Gələn dəfədən inşallah xəritə və qlobus mövzusu üzrə sual izahlarına başlayacaq. Ümid edirəm ki, bu videolar sizlər üçün faydalı olur. Əgər faydalı olursa, kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm.